bir ifadə işlətmişsiniz ki, sonra dünya elində sizə deyirlər ki, hələ gəncsiniz. İmtina ilə. İmtina ilə. Bəli. Ümumiyyətlə, müəyyən bir anomaliyalar olan uşaqlar olanda birinci növbədə anaya müraciət olunur ki, bəs imtina eləyə bilərsən. Sanki bilmirəm indi hansı fikirlə olunur. Bəlkə düşünürlər ki, belə daha yaxşıdır, amma oturub dərindən düşünəndə mən bilmirəm indi hansı bir xəssiyyət olmalıdır ki, insanda onu eləyib və sonra gedib rahat yaşaya biləsən. Yəni onsuz da müəyyən bir hissə fikrin orada qala bilər. Bu dəhşət bir şeydir. O adam, o sözü sizə ifadəni işlədən insan gəlib sizə onu deyəndə, yəni onu təklifi irəli sürəndə siz nə dediniz həmin adama? Mən heç yadımda deyil nə dedim. Çünki mən üst-üstə mənə xəbərlər gəldi. Mən onun şokunu yaşayırdım. Ümumiyyətlə mən birinci biləndə ki, Down sindromludur. Mən ümumiyyətlə heç nə deyə bilmədim. Heç soruşa da bilmədim, əminsizmi, deyilsizmi. Yəni elə bir ki, onu həzm etməyə çalışırdım. Amma daha sonra bu xəbərlər gələndə mən özüm üçün bilirdim ki, bu mümkünat olan bir şey deyil.